Biz bugün Ləfxeyranlı kənd cəmaatı adından Qubadlı şəhər İcra Hakimiyyətinin başçısı Malik müəllimin göstərişi ilə Ləfxeyranlı kənd cəmaatı görürkən bax bu döşlərlə gəlib çıxmışıq Ləfxeyranlı kənd qəbirstanlığındayıq. Ləfxeyranlı kənd qəbirstanlığı su hövzəsinə düşdüyünə görə buranın köçürülməsi ilə əlaqədar gəlmişik. Ləfxeyranlı kəndi 300-400 il bundan qabaq təşkil olunmuş bir kənddir. Orada 28-30 ev yaşayıbdır. Kəndi o vaxtki cəmaatın hamısı iş dərdindən, məktəb olmayıb, iş olmayıb, yol olmayıb. Onun dərdindən kənd cəmaatı qaçqınlıqdan qabaq da qaçıb çıxıblar kənddən, heç kəs yoxdur. Ancaq qəbirstanlıq öz yerindədir. Erməni vandalizmin nəticəsində hamısı sındırıb dağıdıblar, hamısı bərbad vəziyyətindədir. Bugün gəlmişik biz bunları nömrələyək və bu yoldaşların iştirakı ilə dövlət qurumlarına təhvil verək ki, bizim qəbirstanlığın köçürülməyinə kömək edin. Yol yoxdur, getməyə yol yoxdur. Yolluğa girməyin. Elə ilan zət girəcək, bu düzlərdə qalaq. Yolluğa girməyin. Daş yerlənib gəlir, daş. Ha. Yox, elə beləcə belə. Gəlin bəri buradan çay qırağı gedək. Beləcə belə gedəcək. Yox, buradan dolaya gedin. Mahirin yanına bax belə dolaya. Elə gedəcək. Şimdi alnımı vurur sağdan. Yok, bak şuna. Geçtik bu. Ləfxeyranlı qəbirstanlığına yol yoxdur. Hal-hazırda biz bu təpələrlə, dərələrlə gedirik. Hardasa 1-2 kilometr yol gəlmişik. İndi də buraya gedirik. Çox çətinliklə. Yol iz yoxdur. Bir cığır tapmışıq, həmin cığırla gedirik. Biz Qubadlı rayonunun Ləfxeyranlı kənd qəbirstanlığına cənab başçının göstərişi ilə, Malik müəllimin göstərişi ilə gəlmişik. İcra nümayəndələri ilə Abışov Fuad müəllimin və Büqar icra nümayəndəsi qardaşımızla gəlmişik bu qəbirstanlığa. Qəbirstanlıqda bizim elə bir ki, qəbirstanlıq düşür, gersə düşür. Burada gers tikilib suyun altında qalacaq. Biz xahiş eləyərdik yuxarı qurumlardan, Malik müəllimdən bizdə köməklik eləsinlər. Bizim qəbirstanlığımız yuxarı gers tutmayan bir yerə köçürülsün. Çox sağ olsun Malik müəllim bizə şərait yaratdı. Biz gəldik qəbirstanlığın, çıxdıq qəbirstanlığa. Allah köməyi olsun, Allah canı sağ eləsin.
Allah elimizdən, obamızdan əski eləməsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mən özüm də veteranam, polis veteranıyam. Bugün gəlmişik bura. Malik müəllimdən artıq dərəcədə xahiş eləyirik. Bir elimizin ağsaqqalı kimi bizə köməklik eləsin. Bizim bu qəbirstanlığın köçürülməsinə bizə köməklik eləsin. Allah Fuad müəllimin də canı sağ eləsin. Vüqar müəllimin də. Onlarla bir yerdə gəldik, çətinliklə çıxdıq qəbirstanlığa. Allah köməkləri olsun. Bütün şəhidlərimizə, bütün qəbir əhlimizə rəhmət eləsin. Biz bu günləri Qubadlı rayon Ləfqarı kəndinin qəbirstanlığına gəlmişik. Qubadlı rayon icra hakimiyyətinin göstərişi ilə bu çöllərdən vurub gəlmişik. Bura qəbirstanlığı ziyarət edirik. Bir də bu su hövzələri ilə əlaqədar bizim qəbirstanlığımız qalır suyun altında. Biz dövlət qurumlarından xahiş edirik ki, bizim qəbirstanlığı bir yaxşı yerə, bir mənalı yerə köçürsün ki, biz atalarımızı, babalarımızı hər dəfə gələ ziyarət elə. Bura yol yoxdur, iz yoxdur. Biz qalmışıq çıxılmaz vəziyyətdə. Ləfəxiranı sakinləri cənab başçının qəbulunda oldular, səyyar qəbulda. Sağ olsun rayonumuzun ağsaqqalı Malik müəllim. Allah canını sağ eləsin. Hər zaman sakinlərin, rayon cəmaatının hər bir işində, hər bir problemində yaxından, dərindən onların bütün problemlərini həll edir. Bu gün də yenə səyyar qəbulda iştirak etdilər. Cənab başçımızın icazəsi ilə gəldik bu gün qəbirstanlıqdan. Nömrələyib adlarını qeyd edir. Bunlar şehitlərin qəbirləridir. Nömrə 1 Seyid Sultan ağa. 1 Seyid Sultan ağa. 2 Seyid bəyim. Allah da rəsvət tökün bunu. Allah. Tərsinə qoyun. Açma sezonu kisiyyətimizsən. Kisiyyəti bura açığı var da hələ. Kim oldu siz məzar? Surxay Bəyləroğlu. Surxay Bəyləroğlu. Mehdiyev Surxay Bəyləroğlu. Allah rəhmət eləsin. Deməli 4 nömrəli məzar, 4 nömrəli Şahveronova baba. Şahverenov baba Quloğlu. Şahveronova baba Quloğlu. Vay o Şahverenov. 5 nömrə Ağıyevin nömrəsi də Kazım qızı. Ağıyevin nömrəsi də Kazım qızı. Həsənov Nazlı kim qızıdır? Və 10 da 6-cı. 6. Nə oldu? Nə oldu? Çat familyan denə. Həsənov Nazlı Alı qızı. Alı qızı. Bunlar hardan gəlməkdəmi dedin? Dərə ləzzət. Gəliblər bax Şiralı gilən qohumlar, İsmail gilən. Müsyan Temür Ha, Müsyan. çəkizməli, Ha, çəkir. Nazlı Dərəlezlə zətdadır, Temizkanında. Ha, əsli dərə ləzzət. Nazlı kim qızı oldu? Alı qızı. Nazlı kim? Alı qızı. Ağaçını Alı qızı. soruşarsın. Alı qızı. Bu neçənci oldu bu? 7. 7-ci qəbir. Kim oldu Fuad? Abdullayev Əbdüləzim. Abdullayev Əbdüləzim Həsənoğlu. Növbəti 8-ci məzar Nə malum. naməlumdur, bilinmir. 8-ci məzar nə məlumdur. Naməlum bilinmir. Bir dənə daş var üstündə yazı yoxdur. Allah rəhmət. 9-cu məzar hal-hazırda Elə yaz ki düşsün. məzarın baş daşının üzərində ərəb şərifləri ilə yazıldığı üçün, yəni biz Bu yazması aydın edə bilmirik. Bu ərəb əlifbası ilə yazılmış nə məlum qəbirdə oxuya bilmədik. Hal-hazırda qarşımızda ərəb əlifbasından olan baş daşı var. Biz oxuya Bu bilmədik. şərifləri yəni bilmədiyimiz üçün, yəni elə Nə məlum sayılır da. məlum kimi yazırıq, amma ərəb hərfləri ilə bəllidir də. 9-cu məzar. Bəlkə də 300 il, 400 il bundan qabaq. 9-cu məzar qədim məzardır. Nə məlum məzardır. Yazdım. Onu da Ərəb naməlum. 10-cu məzar. Bu da ərəb hərflərinə yazılıb deyil amma. Qədim qəbirdir. Bunun ikisi eyni qəbirdir, eyni daş. Ha, eyni belə adam.
10-cu məzar. Soyadını təyin edə bilmədiyimiz üçün görüntüdə də görsəndiyi kimi Nə məlum yaz. ərəb hərfləri ilə qarşısına qeyd edilir. Üstündə qadın şəkli var. Daş döymə qadın şəkli var. Qadın məzarıdır bu. Yəqin ki. Hal-hazırda qarşımızda 1, 2, 3 yerdə yəni körpə uşaq məzarları var. Bu cür görüntülər 8-9-a yaxın var ərazidə. Naməlum körpə uşaq qəbirləridir. Hamısında da daş var, yalnız yox. Evet, yolları iriləri götürəcək, bunlar qalacaq. Burada 25-30'a qədər nəməlum qəbirlər var. Baş daşında hamısının daşlarını sındırıblar. Nəməlum qəbirlərdir. Baş daşlarında at familiya yoxdur. Bir hardasa 30-35'e qədər hələ bəlkə də çoxdur da nəməlum qəbirlərdir. Yəni nişanalı döyüldü, adı familiyası yoxdur üstündə. Və bunu yazdım ki 11 naməlum üzərində ad yoxdur. Daşın üzərində ad yoxdur. Deməli 12-ci məzar Namazov Göyçək Alməmməd qızı. Almanlıq qızı böyle. Sənə yazar. 13-cü məzar Ələkbərov Fətullah Əloğlu. 13-cü. 14. Kimdir? Əliyev, Ali Fəthullaoğlu. Sizin atanız. Bəli, bəli. Bunu mənim rəhmətli babam Hayır, diyor. mən bilirəm, mən ömrümün axırına qədər bilirəm. Sizin atanızdır, hə? Bəli. Allah rəhmət eləsin. Allah ölənləri bilir. Əliyev. Əliyev, Ali Fəthullaoğlu. Allah hamısına rəhmət eləsin. 1933-1985. Deməli 15-ci məzar Namazov Həşim Qəmbərov. Mənim babam Allah rəhmət eylesin. Allah rəhmət eləsin. Allah canınızı sağ eləsin. Kenan Bakşı. Əliyev Cəvahir. Bunu yadınızda saxlayın, mən onu keçdim. Yox, indi cavansız, siz də mənim uşağıma baxın. 15-ci məzar Namazov Həşim Çalbalı oğlu. Ay sağ ol. İndi 16-nı yaz. Əliyeva Cəvahir Çalbalı qızı. 16. Əliyeva Cəvahir Çalbalı qızı. Namazov Vəzifə Qəmbər qızı. 17 Namazova Vəzifə Qəmbər qızı. Bəli, bəli. Bir şey. Yeymə familiyası. Namazova Nigar Çalbalı. 18. Fatih yaz. Namazova Nigar Çalbalı qızı. Allah rəhmət eləsin. Elə burada çox sizin qohumdur. Ben mesela dedim ki tayfı mənimdir də burada. Allah rəhmət eləsin hamısı. Mənim ənazım qocam. Amma nə malum qəbirlər çoxdur burada, qədimi qəbirlər. Demədim bu kadar.
Gelip kardeş, ben öz dövrəndən bəri qəşəng tanıyım. O tərəfi tanıyan bəri. Çünki mən gözümə tabi qəbirlər orada gördüm. 12 ilin əzəldə 19 oldu kim? Kalbaliyeva, Zərgələm. 19 Kərbaliyeva Zərgələm. Kalbaliyeva Zərgələm, Cənnətalı qızı. 19. Yazdın? Kərbaliyeva Zərgələm. Cənnətalı qızı. Mən Əhmədov Mahir Fərəməzoğlu. Labxeyranlı kənd sakini. Hal-hazırda Sumqayıt şəhərində yaşayıram. Gəldik qəbirstanlığa ziyarət etdik qəbirləri uzun illərdən sonra. Gəldik qəbirlərlə vidalaşdıq. Siyahıya aldıq. 19 dənə adı üstündə olan ermənilər tərəfindən vəhşicəsinə sındırılmış qəbir daşları adlı siyahı ilə oldu. 2 nəfər ərəbcə oldu, oxuya bilmədik adını. İkisi də daş salamatdır. İkisi də daş salamatdır, ad yoxdur. Bir 45-50 dənə də adı olmayan nəməlum qəbirləri. Əzəl Əhmədoğlu, mən özüm də Qubadlı rayonunun polis şöbəsində işləmişəm. İndi hal-hazırda təqaüddəyəm. Bu gün gəldik Ləpqeranlı qəbirstanlığın Fuad müəllim olmaq, Vüqar müəllim olmaq şərti ilə siyahılaşdırdıq. Burada nəməlum qəbirlərimiz çoxdur. Belə götürəndə hardasa bir 45-50-yə qədər nəməlum qəbirlərimiz var. 19 məzarlarda yazılı olan babalarımız, nənələrimizdir. Allah cənab prezidentimizə can sağlığı versin. Cənab başçımıza, Malik müəllimə ömür versin. Yəni böyük şərait yaratdı. 32 ildən sonra gəldik qəbirlərimizi ziyarət elədik, siyahılaşdırdıq. İnşallah biz gözləyirik cənab Malik müəllimdən. Allah kömək olsun, Allah dayağında dursun. Bu qəbirlərin köçürülməsində qəbirlərimiz su altında qalacaq. Keçdik qəbirlərin köçürülməsində bizə kömək. Mən Əliyev Əmrah Valihoğlu. Qubadlı rayonunun Ləpqeranlı kənd sakini. Özüm hal-hazırda Ləpqeranlı kəndinin qəbirstanında babalarımı ziyarət eləməyə gəlmişəm. Bizim 19 dənə məlum olan qəbirlərimiz var, babalarımızın və nənələrimizin. 2 dənəsi ərəb dilində yazılıb, onu oxuya bilmədi. İkisinin də başdaşı var, o da heç ad yazılmır. 45-50 dənə də yaxın nə malum məzar var, onları bilmirik. Allah ümumi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı olsun. Mənim oğlum Vali Əmrahoğlu. İkinci Qarabağ döyüşündə Ağdərə, Suqovşan, Xankəndi, Şuşada vuruşub qəhrəmancasına. Hörmətli prezidentimin də 3 dənə medal var. Sağ olun, Allah rəhmət eləsin, təşəkkür edirəm. O cümlədən də Qayalı icra nümayəndəsi Abışov, Fuad Əlişoğlu, Vüqar Həsənov Calaoğlu. Allah hamını keçənlərinə Allah rəhmət eləsin. Allah sizdən razı olsun. Allah başınızdan tövsün. 21 iyul tarixdə bu gün Ləpəxeyranlı kənd sakinləri cənab başçımız Malik İsaqovun səyyar qələbəndə qəbulunda oldular. Müraciətləri ondan ibarət idi ki, Ləpəxeyranlı kəndinin ərazisində olan qəbirlər su altında qalmaması üçün, yerlərinin dəyişilməsi üçün bu gün gəldik. Adları məlum olanlar nömrələndi, qeyd elədik. Adları olmayanlar da naməlum kimi qeyd elədik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah cənab prezidentimizin canını sağ eləsin. Malik müəllimi də dərin təşəkkürümüzü bildiririk ki, Qubadlı rayon sakinlərinə hər zaman diqqətlə, qayğı ilə yanaşır. Qazilərimizə, şəhid ailələrimizə dərindən qayğı göstərir. Bu gün də bariz nümunəsidir ki, şərait yaratdı, gəldik biz bu günlərin qəbirstanlığı ziyarət elədik. Çox sağ olsun, var olsun. Çox sağ olun, var olun. Sağ eləsin, əziyyət çəkdiniz. Bu qədər yolu həqiqətən biz 2 saatdan çoxdur yoldayıq. Təşəkkür edirəm. Hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Allah sənin ölənlərin Allah o gözəl atana rəhmət eləsin. Qəbir nurla olsun. Amin, amin, amin. Ömrün uzun olsun. Allah canını sağ eləsin. Allah